Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Hər biriniz xoş gəlmisiniz bu videoya. Bugünkü mövzumuz orijinalizmdir. Orijinalizm təfsir metodudur. Adından göründüyü kimi orijinalın müəyyən edilməsinə, yəni o əsas ilkin mənanın tapılmasına istiqamətlənir. Və bu baxımdan bir təfsir metodu olduğundan orijinalizm barədə danışarkən digər təfsir metodlarını da nəzərdən keçirməyi, ümumiyyətlə hüquqşünaslıqda olan digər ona yaxın, onunla əlaqəli sahə və institutları nəzərdən keçirmək zəruri olacaq. Təbii ki, təfsir elə bir mövzudur ki, o olmadan demək olar ki, hüquqşünaslıqdan danışmaq qeyri-mümkündür. Çünki hüquqşünas mətnə bağlıdır, mətn əsasdır və bu mətnin də hansı formada ondan mənanın çıxardılması, həmin mətnin kontekstinin müəyyən edilməsi, həmin mətnin belə deyək, tətbiq edilməsi mümkün olan bir real, yaşayan nəsnəyə çevrilməsi üçün təfsir həyati əhəmiyyət kəsb edir və orijinalizm də bu təfsirin metodlarından biridir. Təbii ki, onun çatışan cəhətləri var, çatışmayan cəhətləri var. Bununla bağlı çeşitli hüquqşünas alimlərin baxışları mövcuddur. Əvvəla onu deyək ki, burada əsas məqsəd ondan ibarətdir ki, konkret olaraq qəbul edilmiş normativ hüquqi aktın qəbul edildiyi tarixi dövrdə onu qəbul edən qanunverici orqanın iradəsinin müəyyən edilməsi əsas götürülür. Yəni, burada əsas olan ondan ibarətdir ki, həmin o qanunu qəbul edən orqan hansı niyyətlə bu qanunu qəbul edibsə və həmin dövrdə bu qanunda istifadə olunan anlayışlar hansı mənanı kəsb edibsə, yenə də həmin məna və həmin niyyət əsas götürülməlidir. Burada yenə ilk ağla gələn çatışmaz xüsusiyyət ondan ibarətdir ki, zaman dəyişir, yeni tarixi reallıqlar ortaya çıxa bilir və ola bilər ki, bəlli bir dönəmdə aktual olan hansısa bir anlayış müasir dövrdə öz aktuallığını itirmiş olsun və yaxud da başqa bir mənaya gəlmiş olsun. Bu yenə normal dil hadisəsidir, bu normal sosioloji gerçəklikdir və bu baxımdan orijinalizm tətbiq edilməsi sanki köhnə anlayışlarda qalmaq və yalnız konkret olaraq həmin o normativ mətni sırf onu qəbul edən qanunverici orqanın niyyəti ilə və məqsədləri ilə çərçivələndirməyə gətirib çıxara bilər. Çünki elə normativ hüquqi aktlar vardır ki, həmin aktlar elə onu qəbul edən qanunverici orqanın niyyətindən xeyli dərəcədə kənarlaşır və başqa kontekstdə reallığa gəlir. Bunun yenə müsbət nəticələri də ola bilər, mənfi nəticələri də ola bilər. Lakin bu faktdır. Burada bizim həmin o anlayışları sırf qəbul edilmiş tarixi dövrə uyğun olan təriflərlə mənalandırmağımız bir qədər geridə qalmışlığa gətirib çıxara bilir. Bununla belə onun müsbət xüsusiyyətləri olaraq qeyd edə bilərik ki, orijinalizm bizə adından göründüyü kimi orijinal mənanı tapmaq imkanı verir. Onun qəbul edildiyi tarixi şəraiti başa düşmək imkanı verir. Çünki mətnin özü, belə deyək də, qəbul edildiyi dövrün izlərini özündə daşıya bilir. Və bu izləri öyrənmək, bu hər hansı bir normativ hüquqi aktın qəbul edildiyi tarixi zərurətləri dərk eləmək baxımından əhəmiyyətlidir. Bu mənada digər təfsir metodlarından qarşılıqlı əlaqəsini görmək mümkündür. Məsələn, tekstual və kontekstual təfsiri buna örnək göstərə bilərik. Tekstual təfsir adından göründüyü kimi tekstə əsas götürür, mətnə əsas götürür. Yəni, mətndə ifadə olunan nədirsə odur. Orada hər hansısa bir əlavə mənanın çıxardılmasına, əlavə
belə deyək, kənar kontekstlərin nəzərə alınmasına ehtiyac yoxdur. Mətnin özü yetərlidir. Bu mətndən kənara çıxmağa ehtiyac yoxdur. Lakin bunun özü də özünün də yenə çatışan cəhətləri var, çatışmayan cəhətləri var. Elə hüquq sahəsi var ki, orada bunu tətbiq eləmək yerinə düşür. Elə hüquq sahəsi var ki, burada həmin o belə deyək, yanaşmanı tətbiq eləmək mənfi nəticələrə gətirib çıxara bilir. Çünki xeyli dərəcədə darlaşdırır təfsir imkanlarını və yalnız mətnlə çərçivələnmiş oluruq kontekstual təfsir həyata keçirdikdə. Maraqlı bir dindən örnəyi gətirmək olar buna. Doğrudur, bu məsələni ilahiyyat tərəfindən girə bilməyəcəm. Bu başqa sahədir, hüquqşünaslığa aidiyyəti olmasa da təfsir baxımından örnək vermək mümkündür. Fərz eləyək ki, hansısa bir dini norma şərabı qadağan edir. Şərab spirtli içkidir, alkoqollu içkidir. Həm insan sağlamlığına zərəri var, həm də ki, o insanın ağlını başından aldığına görə insan onu içdikdən sonra sosial normalara riayət eləməyə bilir. Cəmiyyətdə digər insanlara zərər yetirə bilir və s. Bu kimi mənfi nəticələri var. Buna görə də şərab qadağan edilir. Və tekstual təfsirlə yanaşsaq, yəni sırf həmin o mətnin özünü götürsək, biz rahatlıqla deyə bilərik ki, yalnız şərab qadağandır, digər alkoqollu içkilər qadağan edilmədiyinə görə, çünki konkret mətndə şərab yazır axı. Digər alkoqollu içkilər qadağan edilmədiyinə görə onlardan rahatlıqla istifadə eləmək olar. Bunlar qadağan edilmir. Burada sırf tekstual yanaşsaq belədir. İstənilən tarixi dövrdə bu belədir ki, yalnız şərab qadağan edildiyinə görə biz digər alkoqollu içkiləri rahatlıqla qəbul edə bilərik. Burada heç bir qadağa yoxdur. Lakin kontekstual təfsirlə yanaşdıqda biz eyni zamanda həmin o qadağanın özünün məqsədlərini də müəyyən eləməyə girişdiyimizdən və ümumi belə deyək, digər normalarla həmin normanın qarşılıq əlaqəsini götürdükdə baxıb görəcəyik ki, dini normaların məqsədi insanları belə deyək də daha tərbiyəli yaşamağa istiqamətləndirdiyinə görə, digər sosial normalara hörmət eləməyə istiqamətləndirdiyinə görə, insanlarla qarşılıqlı ünsiyyətlərində hörmətin, insanın ağlının daim başında olmasının əsas götürüldüyünə görə burada digər içkilər də artıq qadağan edilir. Çünki məqsəd orada nə ola bilər? Məqsəd ondan ibarətdir ki, həmin o içkini qəbul edən insanın ağlı başından çıxır, o pis hərəkətlərə yol verə bilər və bunun qarşısını almaq üçün də şərab qadağan edildiyindən elə digər alkoqollu içkilər də bu sıradadır. Onların da içilməsi qadağandır. Dini norma bunu pisdir. Bu belə ilk ağla gələn örnəklərdən biri olduğuna görə bunu deyirəm. Yenə təbii ki, məsələnin ilahiyyat tərəfi ayrı, bu sadəcə fərziyyədir. Yəni tekstual təfsir yalnız orada adı çəkilən şərabla bunu məhdudlaşdırırsa, kontekstual təfsirlə biz deyə bilirik ki, digər insanın ağlını başına alan nəinki içki, istənilən bura narkotik də daxildir, bura digər pis, insanlığa asılılıq yaradan vərdişlər də daxildir. Və bunların hamısı kontekstual təfsirlə biz müəyyən edə bilirik ki, qadağan edilir. Yəni bir qədər özümüzdən genişləndirmə imkanı tapırıq kontekstual təfsirlə, amma tekstual təfsir bunu tamamilə məhdudlaşdırır ki, biz özümüzdən hansısa bir əlavə məqsəd, məna yükləməyək. Doğrudur, elə hüquq sahələri var ki, burada biz onu genişləndirə bilmirik. Məsələn, cinayət hüququnda biz bilirik ki, genişləndirici təfsir yol verilməzdir. Konkret cinayət qanununda hansı əməl qadağan edilibsə, hansı əməl hüquq qəzet hesab olunursa, hansı əməl ictimai təhlükəli əməl hesab olunursa və onun anlayışı nədən ibarətsə, yalnız bu çərçivədə biz tövsif həyata keçirib insanları ittiham eləyə bilirik. Digər ora özümüzə əlavə mənaların yüklənməsi yol verilməzdir. Doğrudur, müəyyən tarixi dövrlərdə bu hüquq sahəsində də, yəni cinayət hüququnda da genişləndirici təfsirdən, hətta analogiyadan istifadə edilib və əlavə cinayət qanununda nəzərdə tutulmamış əməllər də
ora daxil edilərək insanlar ittiham edilib və cəzalandırılıblar. Bunun ağırlı nəticələri var. Təbii ki, bu hüquqa uyğun deyil, ədalətli deyil. Cinayət hüququnun prinsipləri ilə bizim indi müasir anlamda təbii ki, gördüyümüz prinsiplərlə uyuşmur. Buna görə də konkret olaraq cinayət qanununda hansı əməl qadağan edilibsə, yalnız o əməlin törədilməsinə görə şəxslər ittiham edilə bilər. Yəni burada konkret olaraq həmin o kontekstual təfsirdən genişləndirici anlamda istifadə edə bilmirik. Amma digər hüquq sahələri var ki, burada artıq istər təfsir deyəndə təbii ki, burada təkcə normativ hüquq aktlarının deyil də, qeyri-normativ hüquq aktlarının da mənasının müəyyən edilməsi və onun şərh edilməsi əsas götürülə bilər, müqavillər ola bilər, məhkəmə qərarları ola bilər və çeşidli bu kimi şeylər ola bilər. Yəni önəmli olan mətndir. Və bu təfsirin özü də bir qədər bədii məsələdir əslində. Bədii ədəbiyyat məsələsidir. Yəni necə ki, romanların və yaxud da izlədiyimiz filmlərin biz mənasını çıxarmağa girişirik. Çünki onların özü də belə baxanda mətndir. Yəni orada da mətn var. Yazılı nəsə olmasa belə, yazılı şəklində bizim qarşımıza gəlməsə belə, şifahi formada olsa belə və yaxud da ədəbiyyatda düz yazılıdır bu, amma fərq eləmir. Yəni bəlli bir ardıcıllıq varsa, söz varsa, orada deməli mənanın çıxardılmasına ehtiyac var. Və bu baxımdan hətta bədii ədəbiyyatla hüquqşünaslıq arasında paralel aparan görkəmli hüquq filosofları da olmuşdu. Ronald Dworkin buna örnək göstərilə bilər. Ronald Dworkin özünün Hüququn İmperiyası əsərində bu məsələlərə toxunub. O bildirir ki, hüquq sanki zəncirvari romandır. Nə mənada zəncirvari romandır? Yəni hüquq yaradıcılığında iştirak edən hər bir hüquqşünas, ələlxüsus da bu məhkəmələrə aiddir. Niyə məhz məhkəmələrə aiddir? Ona da gələcəyik. O bildirir ki, hüquq yaradıcılığında iştirak edən hər bir hüquqşünas sanki bu hüquq romanının davamını yazır. Yəni sanki hüquq bir romandır, serial romandır. Onun əvvəlki əsərləri var və onun davamını müasir dövrün hüquqşünasları gətirirlər. Yəni əvvəlki o keçilmiş yola da baxaraq, əvvəlki romanlara da istinad edərək onların əsasında yeni bir roman yaradırlar və beləcə bu bütövlük şəklində davam edərək gedir. Yəni burada yeni nəsə yaranmır. Günəşin altında yeni bir şey yoxdur, amma bir növ bu romanın davamı yazılır. Əvvəlkinə istinad edilir, əvvəlkilərdən bəhrələnilir və roman beləcə davam etdirilir. Və niyə məhz o bildirir ki, məhkəmələr bu fəaliyyəti daha çox həyata keçirirlər? Çünki hüququ tətbiq edən əsas orqanlar məhkəmələrdir. Və təfsir fəaliyyətində praktik olaraq həyata keçirən və onu daha çox həyata gətirə bilən hüquqşünaslar da məhz məhkəmə hakimləridir. Məhkəmə hakimləri normanı nəzərdən keçirirlər, onu konkret həyata alaraq tətbiq edirlər və öz qərarlarında o hüquq romanının sanki davamını yazmış olurlar. Yəni məhkəmə özündən yeni hüquq yaratmır, sadəcə mövcud romanı davam etdirir. Ronald Dworkinin yanaşması bundan bu idi. Yəni və Roman-German hüquq sisteminə əslində uyğun gələn bir baxışdır. Çünki Anglo-Sakson hüquq sistemindən biz bilirik ki, məhkəmələr hüquq yaradıcılardan biridirlər. Onlar hüquq yaradırlar öz qərarları ilə. Prezidentlər yarada bilirlər və bu prezidentlər də digər aşağı instansiya məhkəmələri üçün əsas rolunu oynaya bilir, mənbə rolunu oynaya bilir. Bu baxımdan Roman-German hüquq sistemində məhkəmələr hüquq yaradıcı olmadığına görə, yalnız hüququ tətbiq edən orqanlar olduğuna görə əslində Ronald Dworkinin baxışı geniş imkanlar verir ki, bu sistemdə də məhkəmə hakimləri
geniş improvizasiyalar eləyə bilsinlər. Sistemin imkan verdiyi çərçivədə. Yəni ideya olduğu kimi qalır, norma dəyişmir, yeni norma yaradılmır. Əvvəlki o tarixi ardıcıllıq qorunub saxlanılır sadəcə. Bu seriyanın yeni bir davamı yazılır. Və bu xüsusilə necə həyata keçirilir? Çətin işlərdə. Biz kazuslar hüququndan bilirik ki, hansı kazuslar daha çox tarixdə qalır? Xüsusilə çətin elementləri olan, mürəkkəb və hakimlər üçün qərar verilməsi bir qədər çətin olan işlər belə deyək, bu tarixdə qalır və dərslik səviyyəsində öyrəniləsi səviyyədə bir materiala çevrilir. Və biz örnək verdiyimiz zamanda bu belə кейslərdən örnək veririk, belə kazuslardan örnək veririk ki, baxın necə də mürəkkəb, necə də və bunlar özlüyündə yenilik gətirə bilən kazuslar olurlar. Və buna görə də Ronald Dworkin bildirir ki, xüsusilə çətin olan işlərdə hakimlər bu belə deyək, yeni romanın yaradılmasında daha aktiv iştirak edə bilirlər. Yəni onların bu baxımdan qələmləri daha iti olur. Və sanki bu ədəbiyyatla bir yaxınlıq təşkil edirdi və Ronald Dworkin təsir anlayışında da bu ədəbi metodlar xüsusilə əhəmiyyət kəsb edirdi. Eyni zamanda Ronald Dworkin təfsir anlayışına konstitusiyaların əxlaqi oxunuşu da daxil idi. Burada əxlaqi oxunuş deyəndə konkret həmin normanın qəbul edildiyi tarixi dövrdə həmin o normanın qəbul edilməsi üçün mərkəzi anlayış, mərkəzi element rolunu oynayan konkret bir əxlaq norması əsas götürülürdü. Yəni bu əxlaq çıxardılmalıdır, bu əxlaq müəyyən edilməlidir və onun əsasında konstitusiyalar təfsir edilməlidir. Bu əxlaqi oxunuşun özü bir qədər əhatəli məsələdir. Bunu başqa müzakirələrdə, başqa söhbətlərdə buna toxuna bilərik. Və Ronald Dworkindən danışmışkən onun konstitusiya anlayışına da nəzər yetirmək, demokratiya anlayışına nəzər yetirmək zəruridir. Ronald Dworkin demokratiyaları iki yerə ayırırdı. Çoxluq demokratiyası və ortaqlıq demokratiyası. Çoxluq demokratiyası bəllidir. Primitiv misalda deyildiyi kimi çoxluq azlığı idarə eləyir. Çoxluğun mənafeləri əsas götürülür. Parlamentdə çoxluq kimin tərəfindədirsə, qərarları qəbul eləməkdə söz sahibi tərəf də odur və o istənilən qərarı qəbul edə bilir. Yəni çoxluq demokratiyasının mahiyyəti bundan ibarətdir. Ortaqlıq demokratiyası isə burada adından göründüyü kimi yalnız çoxluq təşkil edən, yalnız say baxımından üstünlük təşkil edən qrupların mənafeyini deyil, cəmiyyətin bütün o mənafe qruplarının maraqlarını əsas götürən demokratiyadır. Burada yalnız bəlli bir qrupun maraqları təmin edilmir və hər bir hüquq norması qəbul edilərkən digər mənafe qruplarının da maraqları əsas götürülür və burada öz əksini tapan normalarda təfsir fəaliyyəti əslində bu cür həyata keçirilir ki, həmin qrupun mənafeləri də nəzərə alınaraq təfsir fəaliyyəti həyata keçirilsin. Az öncəki örnəyin davamı olaraq hüquqşünaslıqdan örnək versək, parkdakı nəqliyyat vasitələri misalı təfsirin əhəmiyyətini və onun metodları arasında qarşılıqlarla əlaqəni izah eləmək baxımından xüsusilə diqqət çəkəndir. Zamanında bu barədə Lon Fullerlə Hart arasındakı məşhur debatda da, o 1958-ci ildəki jurnaldakı o qarşılıqlı məqalələrdə də bəhs edilir. Və orada çox belə həm sadə anlaşılan, həm də aydın
şəkildə təfsirin mahiyyətini ifadə edən bir örnək keçir. Parkda nəqliyyat vasitələrinin qadağan edilməsi. Yeri gəlmişkən bunun özü də bizim üçün də əslində çox maraqlı bir sualdır ki, yəni parkdakı nəqliyyat vasitələri hansı məqsədlə qadağan edilə bilər? Burada təbii ki, əgər sırf həmin parkda səs-küyün qarşısının alınması məqsədi ilə nəqliyyat vasitələrinin istifadəsi qadağan edilirsə, onda belə çıxır ki, səs-küy yaratmayan nəqliyyat vasitələrindən istifadə etməyə yol veriləndi. Yəni velosiped o qədər də səs-küy yaratmır, ondan istifadə edə bilərik. Məsələn, müasir dövrdə skuterlər var, onlardan da istifadə edə bilərik. Bunlar səs-küy yaratmadığına görə onlardan istifadə edə bilərik. Və hətta bu mənada biz nəqliyyat vasitəsi anlayışını müəyyən edərkən səs-küy yaradan, lakin nəqliyyat vasitəsinin o obyektiv anlamda əlamətlərinə uyğun gəlməyən şeyləri də bu anlayışa daxil edə bilirik. Məsələn, insanların özləri də səs-küy sala bilərlər prinsipcə və yaxud da heyvanlar səs-küy sala bilərlər. Onda belə çıxır ki, həmin o nəqliyyat vasitəsi anlayışına biz insanları da daxil edəcəyik, digər səs-küy salan o nəslinləri də daxil edəcəyik. Lakin burada digər məsələ də var. Yəni, burada bizim üçün əsas olan yenə də orijinal niyyətin müəyyən edilməsidir, yoxsa yox. Əgər orijinal niyyətin müəyyən edilməsidirsə, biz o halda həmin tarixi dövrün gərək şərtlərinə baxaq, o normanın qəbul edilməsinin məqsədlərinə baxaq, onda biz ta gedəcəyik, çıxacağıq həmin o normanın qəbul edən orqanla gedən müzakirələrə, onların əsaslandırmalarına və s. Lakin bu da nə dərəcədə əlverişli olacaq bizim üçün? Ələxüsus müasir dövrdə əgər həmin o normanın qəbul edilməsinin üzərindən uzun müddət keçibsə, ümumiyyətlə bu niyyəti müəyyən etmək mümkün olacaq, yoxsa mümkün olmayacaq? Və xüsusilə nəzərə alsaq ki, mətndə sadəcə belə bir cümlə keçir. Park ərazisində nəqliyyat vasitələrinin istifadəsi qadağandır. Bu nəqliyyat vasitələri əgər insanların hərəkətinə mane olmaq məqsədi ilənmi ora daxil edilib və yaxud da ki, səs-küyün qarşısını almaq məqsədi ilə daxil edilib, yoxsa ki, tamamilə ayrı bir məqsəd orada güdülüb. Biz bunların hamısını müəyyən etməyə girişsək, mətni nə dərəcədə belə deyək, ağlabatan formada təfsir edə biləcəyik. Bunun özü də belə maraqlı sualdır, düşündürücü bir sualdır. Məsələn, həmin o debatlardan örnək versək, məsələn, İkinci Dünya Müharibəsi dövründə istifadə edilmiş və tarixi abidə əhəmiyyəti kəsb edən hansısa bir nəqliyyat vasitəsini gətirib həmin park ərazisini yerləşdirə bilərik, yoxsa yerləşdirə bilmərik? Bu da sual yaradır. Çünki o da özlüyündə nəqliyyat vasitəsidir. Hərəkət eləmək, elətdirmək və yaxud da onu ora o məqsədlə gətirməsək belə. Yəni, burada çeşidli aspektlər var. Nəqliyyat vasitəsinin anlayışını necə müəyyənləşdirəcəyik? Onun anlayışına hansı nəqliyyat vasitələrini daxil edəcəyik? Burada nəqliyyat vasitəsinin qadağan edilməsinin məqsədlərinə baxacağıqmı, baxmayacağıqmı, yoxsa ümumiyyətlə obyektiv anlamda, yəni o texniki mənada da, yəni nəqliyyat vasitəsi deyəndə nə nəzərdə tutulursa, ona mı baxacağıq? Bunların hamısı təbii ki, sualdır. Və bununla bağlı işlərə baxan məhkəmələr əslində bu təfsiri həyata keçirirlər. Konkret keyslərdən asılı olaraq da bu təfsir həyata keçirilə bilər. Ki, burada, məsələn, səs-küyün məhdudlaşdırılması mənasında nəqliyyat vasitəsini anlamaq əhəmiyyət kəsb edir. Başqa bir keysdə insanların hərəkətini məhdud. Bu artıq o həmin işə baxan məhkəmənin yanaşmasına asılı olaraq dəyişəcək. Yəni, burada razılaşdırılmış bilik məsələsi də qüvvəyə minir. Çünki hüquqda elə biliklər var ki, onlar razılaşdırılmış biliyə əsaslanırlar. Burada biz obyektiv həqiqəti müəyyənləşdirmə məqsədi güdmürük. Çünki obyektiv həqiqətin müəyyənləşdirilməsi həm prosesual baxımdan uzun bir müddət tələb edə bilər bizdən, həm də ki, həmin normanın özünün məqsədindən uzaqlaşmış ola bilərik, kontekstdən uzaqlaşmış ola bilərik. Bu baxımdan əslində müəyyən məqamlarda yalnız razılaşdırılmış biliklə formal həqiqətlərdən kifayətlənməli olacaq və bu həqiqət məsələsinin özü də bir yəni əhatəli mövzu olduğuna buna bir başqa müzakirədə toxuna bilərik.
Bəs Ronald Dworkinin yanaşması nədən ibarətdir? Ronald Dworkin özlüyündə orijinalizmə qarşı idi. Ronald Dworkin yaşayan konstitusiya ideyasını qəbul edirdi. Yəni burada təfsir deyəndə yenə konstitusiyanın təfsirindən danışırıq. Çünki konstitusiya əsas təfsir olması mətn əslində elə konstitusiyanın özüdür. Çünki konstitusiyada təməl ideyalar və başlanğıclar öz əksini tapdığından orada detallı şəkildə anlayışlar geniş verilmədiyindən biz oradakı ideyaların mənasını müəyyənləşdirməyə məqsədini gütdüyümüzdən, yəni xeyli dərəcədə konstitusiyanın mənasının müəyyən edilməsi onun təfsirindən asılı olur. Və bu baxımdan konstitusiyalar nə qədər yığcam və nə qədər mücərrəd olarsa bir o qədər əlverişli olur. Çünki orada təməl başlanğıc ideyalar müəyyənləşdirilir. Digər sahə aktlarda isə ayrı-ayrı hüquq sahələrinə aid olan normativ sənədlərdə isə bu ideya və prinsiplər bir növ konkretləşdirilir. Artıq orada hipoteza, dispozisiya, sanksiya kimi normanın bütün elementləri öz əksini tapır. Bütün anlayışlar öz əksini təbii ki tapmalıdır, izahı verilməlidir ki, bu anlayış bu normativ hüquq haqqında hansı mənada istifadə edilir, bu bir anlayış digər normativ sənədin digər hissələrində olduğu kimi istifadə olunmalıdır. Bizim mülki məcəllədə olduğu kimi bir yerdə bir başqa, digər yerdə bir başqa cür verilməməlidir. Bu da ayrı bir mövzudur, yəni bu barədə danışa bilərik növbəti videolarda. Lakin əlverişli və arzu olunan odur ki, konkret olaraq hər bir anlayışın izahı verilsin, onun hansı mənada işlədildiyi qeyd edilsin və eyni şəkildə normativ sənədin bütün hissələrində eyni şəkildə keçsin. Bu konstitusiyada isə bu imkanlar bir qədər məhduddur. Çünki konstitusiya yenə dediyimiz kimi əsas prinsipləri, başlanğıcları, ideyaları müəyyənləşdirdiyindən onun xeyli dərəcədə yığcam olması gərəkli olur. Detallı şəkildə belə deyək, onun hipotezasının, normaların hipotezasının, dispozisiyasının, sanksiyasının olması zərurət kəsb eləmir ki, yəni gözlə görünən olsun. Var təbii ki, amma gözlə görünən olmaq o qədər əhəmiyyət kəsb eləmir. Digər sahə aktlarda daha gözlə görünə bilir. Yəni mətni hissələrə ayırmaqla biz bilirik ki, bunun hipotezası nədir, dispozisiyası nədir, sanksiyası nədir. Amma konstitusiyada bunu eləyə bilmirik. Məsələn, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir. Azərbaycan Respublikası konstitusiyasından bir örnək. Yəni sadəcə burada definisiya var. Sadəcə biz belə bir faktla qarşılaşırıq ki, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir. Yaxud hakimiyyətin mənbəyi xalqdır. İdeyadır, şüardır və yaxud da Konstitusiyanın 7-ci maddəsinin birinci hissəsi Azərbaycan dövləti demokratik, hüquqi, unitar, dünyəvi respublikadır. Yerini dəyişdirmiş ola bilərəm, xatırladığım qədərilə dedim. Yəni bu təməl ideyadır, təməl prinsipdir. Orada biz əgər həmin sənədin içərisində açmağa girişsək ki, demokratiya nədir, hüquqi dövlət deyəndə nə nəzərdə tutulur, dünyəvilik nə anlama gəlir, respublika nə deməkdir və s. və s. Bunlar artıq həmin sənədi xeyli dərəcədə yükləyəcək. Bunun özünün mənasını çıxarmaq zəruridirmi? Zəruridir. Bəs bunu həyata keçirən orqan nədir? Bunu həyata keçirən orqan məhkəmələrdir. Sistemlərdən asılı olaraq dəyişir. Yəni bizim kimi ölkələrdə bu konstitusiya məhkəmələridir və konstitusiya məhkəmələrinin qəbul etdikləri qərarlar, elə Dworkinin özünün yanaşması ilə baxsaq, həmin konstitusiyanın davamıdır. Yəni bir növ o konstitusiyanı yaşadan konstitusiya məhkəmələrinin qəbul etdikləri, ümumiyyətlə və yaxud da digər sistemdə də, Amerikan sistemində məsələn birinci instansiya məhkəmələri bu funksiyanı həyata keçirirlər. Yəni ümumiləşdirsək, məhkəmələrin qəbul etdikləri bu qərarlar həmin o konstitusiyanın müddəaları ilə bağlı. Konstitusiyaları yaşadan və onu davam elətdirən əsas müddəalardır, onu gerçəkliyə gətirən budur, bu həmin o qərarlardır. Və orijinalizmin əksinə olaraq Ronald Dworkin bildirirdi ki, biz heç də həmin o bu şeydir, vasitəli nitqdir, yəni birbaşa onun dediyi deyil. Biz heç də həmin o belə deyim, normanın qəbul edildiyi tarixi dövrdəki niyyətdə həmin dövrün məqsədlərində ilişib qalmamalıyıq. Anlayışlar dəyişir,
yeni tarixi zərurətlər ortaya çıxa bilir. Primitiv götürsək, məsələn, ola bilər ki, müəyyən bir tarixi dövrdə irqi ayrı-seçkilik heç ayrı-seçkilik olaraq, pis hərəkət olaraq qəbul edilməsin. Bugün amma müasir dünyada biz başa düşürük ki, və hüquq normalары da bunu qadağan eləyir. İrqi ayrı-seçkiliyə yol vermək həm əxlaqi baxımdan pis hərəkətdir, həm də hüquqa zidd hərəkətdir və bunun hüquqda sanksiyaları var. Lakin müəyyən tarixi dövrdə bu olmaya bilər. Konstitusiyada da məsələn qeyd edilə bilər ki, hər kəsin bərabərlik hüququ var və bəlli bir tarixi dövrdə bu bərabərlik hüququ ilə əhatə olunan şəxslərə ola bilər ki, heç qaradərli şəxslər aid edilməsin. Bu, Amerikada olub təbii ki, yaşanıb. Qaradərli şəxslərə zaman-zaman ayrı-seçkilik dövlət səviyyəsində həyata keçirilib və bu hüquqa zidd hərəkət hesab edilməyib. Amma təbii ki, müasir dövrdə bu belə deyil. Belə bir yanaşma dövlət siyasəti səviyyəsində ola bilər, ola bilməz. Ayrı-ayrı fərdlərin yanaşması ola bilər, şəxsi səviyyədə, fərdi səviyyədə. Bu, belə deyək də, həyati prosesdir. Amma sistemli şəkildə buna yol vermək artıq dövlətin problemidir. Və əgər biz həmin o niyyətdə ilişib qalsaq, əvvəlki tarixi dövrdəki o məqsəddə ilişib qalsaq, biz onda bugünkü dövrdə irqi ayrı-seçkiliyi ilə bağlı hansısa bir normanı realizə edə bilməyəcəyik. Çünki yenə də qaradərli şəxslər ayrı-seçkiliyi edə biləcəyik, onları bərabərlik hüququndan məhrum eləmiş olacağıq. Formal mənada bərabərlikdən gedir söhbət, məhkəmə qarşısında bərabərlikdən gedir. Çünki həmin dövrdə qəbul edilmiş normanın siyasi iradəsi bunu tələb edir. Amma zaman dəyişir. Mətn olduğu kimi qala bilər. Biz həmin mətni genişləndirici təfsir edib belə bir mənaya gəlib çıxa bilir ki, xeyr. Çünki həmin tarixi dövrdə bərabərlik deyəndə məsələn ola bilər ki, qadın və kişilərin məhkəmə qarşısında bərabərliyindən söhbət getsin, heç irqi baxımdan fərqli şəxslərin bərabərliyindən söhbət getməsin. Amma biz sadəcə həmin o normanın mahiyyətini müəyyənləşdirəndə baxıb görürük ki, burada əsas məqsəd ondan ibarətdir ki, insanın özünün seçimləri ilə və insanın özünün kimlikləri ilə onun birbaşa özündən asılı olmayan xüsusiyyətlərinə görə ona ayrı-seçkilik tətbiq edilməsi baş verməsin. Və bu məqsədə əsas götürəndə biz həmin o konstitusiyanı bir növ Ronald Dworkin dili ilə desək, yaşada bilirik. İstənilən normaya belə yanaşa bilərik təbii ki. Və bu da belə deyək də, orijinalizmin tənqidi ola bilər. Çünki hansısa bir mətnin məqsədi ondan sonra da gələ bilir. Az öncəki örnəkdə deyildiyi kimi, məsələn, ola bilər ki, həmin tarixi dövrdə bu anlayış bu mənanı kəsb eləməsin və onu qəbul edən iradə də, qurucu iradə də bu niyyətdən həmin normanı qəbul eləmiş olmasın. Amma məqsəd sonradan formalaşa bilir. Həmin normanı tətbiq eləməklə, ondakı boşluqları müəyyən eləməklə, yeni tarixi zərurətlərin yaranması ilə və s. çeşitli aspektləri çoxdur, danışılası faktlar çoxdur burada. Yəni, bu baxımdan yaradıcının niyyətindən uzaqlaşmaq yol veriləndir. Və Ronald Dworkin təfsirdə xoş niyyət əsas götürürdü. Yəni, biz istənilən məna baxımdan hər bir təfsir fəaliyyətini həyata keçirərkən, hüquq normasını təfsir edərkən oradan o xoş niyyəti götürməliyik. Yalnız dar normanın bildirdiyi qadağalarla kifayətlənməməliyik. Həmin normanın özünün məqsədini də əsas götürməklə nə qədər müsbət şəkildə həmin normanı tətbiq edə biliriksə, bu baxımdan belə qəbul etməliyik ki, qurucunun burada niyyəti xoş niyyət olub, hər nə qədər həmin tarixi dövrdə bu, belə deyək, başqa şəkildə özünü göstəribsə də,
Çünki kobud gerçəkliklər var, cəmiyyətin özünün quruluşu var. Hər dövrdə hər normanı qəbul etmək, hər söz demək mümkün olmur, amma əgər müasir reallıqlar buna imkan verirsə, biz maksimal dərəcədə hər bir normanı xoş niyyətlə tətbiq etməliyik. Yəni şəxsin vəziyyətini yaxşılaşdıran dərəcədə normalar təkmilləşdirməliyik və normaların təkmilləşdirməkdən əlavə mövcud olan normaları da bu kontekstə uyğun tətbiq etməliyik. Və burada da təbii ki, bizim köməyimizə çatan yenə də müxtəlif təfsir metodlarını bilmək, ələxüsus da akademik səviyyədə hüquqşünaslıqla məşğul olursa, həmin o fəlsəfi zəminindən xəbərdar olmaq. Yəni akademik hüquqşünasın fəlsəfədən uzaqlaşmaq lüksü yoxdur. Və sonluqda ümumiləşdirmə baxımından qeyd edək ki, orijinalizmin müsbət xüsusiyyətlərindən biri hər bir qəbul edilmiş normanın tarixi zərurətlərini araşdırmağa imkan verir. Qanunvericinin, qurucu iradənin niyyətini müəyyənləşdirmə imkanı verir. Tarixi dəyişikliklər də bir növ izləmə imkanı verir. Anlayışların mənasının ilkin dövrlərdə olduğu kimi müəyyən edilməsinə imkan verir. Və çatışmayan xüsusiyyətlərindən biri ondan ibarətdir ki, müəyyən dövrün tarixi reallıqlarında ilişib qalmaq riski yarada bilir bizim üçün. Çünki yenə də bəlli bir tarixi dövrdə aktual olan tərif bir anlayış üçün, həmin anlayış üçün sonraki tarixi dövrlərdə aktuallığını itirə bilir. Və buna görə də həmin o hüquq normalarının daimi dinamikliyini təmin etmək üçün o tarixi keçilmiş yoldan bağlılığı qoparmadan yeni reallıqları nəzərə almaqla və ümumi həmin mətnin məqsədinin, niyyətinin əsas götürülməsi ilə hər bir hüquq sahəsinin özünün də xüsusiyyətlərini nəzərə almaqla təfsir eləmək hüquqşünas üçün müsbət keyfiyyətdir. Sona qədər dinlədiyiniz üçün çox sağ olun. Videonu bəyənib kanala abunə ola bilərsiniz. Rəylərdə fikirlərinizi və növbəti videolarda görmək istədiyiniz mövzuları qeyd edə bilərsiniz. Danışdığımız mövzular barədə suallarda əlavə təkliflərinizi də bildirə bilərsiniz. Çox sağ olun.